Özümdən kiçik oğlan da ola bilər, amma çox yaşı yox, məsələn 10-15 yaş yox da, 2-3 yaş ola bilər. 30 yaşım var və 25 yaşdan artıq bu tərəfə demək olar hər gün rastlaşdığım sualdır. Nə vaxt ərə gedirsən? Nə vaxt tərpənirsən? Nə vaxt evlənirsən? Nə vaxt sənin uşağın olacaq? Nə vaxt toyuna gələcəyik? Nə vaxt ərə gedirsən sualı mənim üçün çox tərbiyəsiz sualdır. Belə bir sualı bir xanıma, xüsusən də bir xanıma vermək olmaz. Oğlanlara sual vermək olar, düşünürəm kişilərə. Niyə? Çünki bizim cəmiyyətdə oğlanlar xanımlara yaxınlaşır, evlilik təklif eləyir. Yəni bu proseslər oğlanlara aiddir də. Yəni bir xanım oturub evdə mən filan oğlanla evlənirəm deyib gelib ondan evlənə bilməz. Ona görə də mən düşünürəm ki, belə bir sualı vermək tərbiyəsizlikdir. Mən heç vaxt istəyir 40 yaşına çatmış olsun, istəyir 50 yaşında evlənməmiş xanım olsun, heç vaxt heç kimin üzünə o sualı vermərəm. Birincisi bunun mənə aidiyyatı yoxdur. İkinci, mənim nəyimə lazımdır axı bu niyə ərə getmir? Bu niyə evlənmir? Ona elə xoşdur evlənmir, yaxşı edir. Və ikinci nüans. Artıq bunu insanın öz yaxınları da deməyə başlayır sonra. Evlən bir uşağın olsun, sonra ev yoxdur, xoşun gəlməsə ayrılarsan. Belə şey olur. Mən evlənirəm ancaq uşaq üçün. Bəlkə mən evləndim, uşağım olmadı. Bəlkə Allah mənə uşaq qismət eləmədi. Özüm deyirəm, ümumilikdə danışıram da. Bəlkə evləndin, olmadı da, yəni uşaq az olur elə şeylər. Yəni mən niyə uşağımı dünyaya gətirib sonra ayrılmalıyam? İndi olur ayrılıqlar, yəni kifayət qədərdir, boşanmalar kifayət qədərdir. Amma mən evlənim sırf uşaq dünyaya gətirmək üçün və el aləm desin ki, bu evləndi, uşaq dünyaya gətirdi. Bunun üçün niyə evlənirəm ki? Bunun üçün o qədər üsullar var, gedirsən həkimə, o qədər insanlar var ki, evlənmir heç vaxt, gedir həkimə, müəyyən proseslərdən uşaq dünyaya gətirir. Ondan sonra elə eləyərəm də. Mən niyə bir həngamə qoparıb toy eləməliyəm? Bir 200-300 nəfər adam yığmalıyam ki, ay millət, mən ərə gedirəm, başa düşürsünüz, mən ərə gedirəm. Və sonra da heç nə bir uşağım oldu, boşandım, mənə bu lazım idi. Onsuz da bilirlər. Onu insanın danışığından, hərəkətlərindən tuturlar ki, bu elə uşaq üçün ərə getmişdi. Nəyə lazımdır bu? Özü çox qəribədir ki, bu belə sualı elə insanlar verir ki, həqiqətən mən şoka düşürəm. Baxıram ki, bunun həyatı, nə gündədir bunun həyatı? Bu özün nə gün yaşayıb ümumiyyətlə? Ya evlənib, boşanıb, ya 3-4 dəfə ərə gedib, nə bilim, ya evləndiyi insanla demək olar ki, heç yaşamaq demək olmaz yəni ona. Gətirib sən elə bir sual, nə vaxt ərə gedirsən? Öz həyatına bax, bir özündən danış, bir başını sal aşağı, öz həyatınla məşğul. Sənin başqalarının həyatına nə işin var?